Ermənilər Zəngəzur və Göyçə bölgəsini tədricən tərk edir. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Belə ki, Göyçənin Sotq ərazisinin rəhbəri Sevak Xaçatryan bölgədə işsizlik probleminin olduğunu dilə gətirib. Tavuş rayonunun Movses kəndinin inzibati rəhbəri Aşot Poladyan da işsizlikdən əziyyət çəkdiklərini deyib. Bildirib ki, kəndi tərk edənlər azdır. Lakin işləmək üçün tez-tez xaricə üz tutanlar da var. Təkcə kənddə yox, ümumilikdə bölgədə işsizlik problemi ciddidir. Poladyan qeyd edib. Zəngəzurun Xanazax qəsəbəsinin inzibati rəhbəri Seyran Mirzayan isə insanların ərazini tərk etdiyini bildirib. O, kəndlərin boşalması haqqında deyilənlərin doğru olmadığını söyləsə də, əlavə edib ki, zaman-zaman gedənlərin sayı tədricən artır. Onun sözlərinə görə hazırda qəsəbədə 130 ev var, halbuki bir neçə il öncəyə qədər bu say 145 idi. Sonuncu dəfə 3 ay əvvəl gedənlər olub. Gedənlərin də əsas səbəbi işsizlikdir.